Sakinlərlə tikinti şirkət arasında narazılıq yaranıb. Tikintisinin aparılmasına yox deyən qadının ürəyi gedib. Hətta əraziyə təcili tibbi yardımda çağırılıb. Görüntülər Sumqayıt şəhəri 14-cü məhəllə ərazisindəndir. Ev 1A-3B'nin sakinləri ilə Sumqayıt MMC tikinti şirkətinin əməkdaşları arasında insidentə səbəb olan isə yaşayış binasının qarşısında yeni binanın tikilməsidir. Sakinlər iddia edirlər ki, tikinti işləri üçün nəzərdə tutulan sahədə illərlə böyümüş ağaclar artıq kəsilib və ərazi qanunsuz şəkildə hasarlanır. Onların sözlərinə görə bu tikinti reallaşarsa yaşadıkları binaya günəş işığı düşməyəcək. Həmçinin avtomobil dayanacağı və uşaqların oyun sahəsi zəbt ediləcək. Çox yaxın məsafədə bina tikmək istəyirlər. Biz öz gücümüz hesabına burada yaşıllıq saldıq. Ən yaxın qonşumun ürəyi sıxıldı. Burada onun başına bir hadisə gəldi və ambulans keçə bilmədi. Çünki hər yeri bastırıblar dəmirləri. Heç hesablasan iki binanın arasında bir 50 metr ara yoxdur. Qanuna qalanda 25 metr ara olmalıdır binanın tikilişidə. O 16 metr qoyub binanın tikilməyini. O yüzden gəlib ki, sənətim var, filan şeyim var, yəni sənəti də oldu, hər nəyi də oldu, olmadı. Bu iki binanın arasında illərin binasıdır bu. Bura 60 ilin binasıdır, köhnə binadır bura. Buranın yanı belə olmaz. Burada tikinti keçsə bizim binamız yararsız vəziyyətə düşəcək. Sumqayıt MMC tikinti şirkətinin direktor müavini İskəndər Abdullayev isə bildirib ki, hazırda ərazidə yalnız ilkin hazırlıq işləri aparılır və heç bir tikinti başlamayıb. Bizim orada 2014-cü ildən tam sənədlərimiz var, xüsusi mülkiyyətimizdədir. Baxmayaraq ki, o bizim xüsusi mülkiyyətimizdə olmağına dəfələrlə xəbərdarlıq eləsək də, bizim bütün müvafiq sənədlərimiz var əlimizdə. Amma ona baxmayaraq 1A-3B binanın sakinləri həmişə müdaxilə edirlər, qanunsuz gətirib bizim yerimizə ağac əkiblər, onunla bağlı bizim müraciətlərimiz olub dəfələrlə. Bugünkü gün heç bir tikintidən söhbət getmir, biz sadəcə bizə məxsus olan ərazimizi hasarlamaqla məşğuluq, onu da bizə imkan vermirlər, gəlib müxtəlif spekulyasiyalar yaradırlar orada. Tikinti şirkətinin direktor müavini həmçinin ərazidə bütün işlərin qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyini bildirib. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə Xəzər xəbərə bildirilib ki, sözgedən əraziyə artıq baxış keçirilib və tikinti işlərinin aparılmadığı müəyyən olunub. Digər iddialar isə araşdırılacaq. Nizami Rəsulov, Fərhad Ələkbərli, Minaya Zamanova, Xəzər xəbər.